Salam hər kəsə. Bugün Firpikdən istifadə qaydasını, vizit kart və digər formaları üçün sosial media ikonlarının yüklənmə qaydasını izah edirəm. Firpik saytına daxil oluruq. Qeydiyyatdan keçməyənləriniz varsa, bu hissədən qeydiyyatdan keçirsiniz. Google üzərindən qeydiyyatdan keçməyiniz daha məqsədə uyğun və qısa yol hesab olunur. Burada sosial media ikonu yazaraq axtarış edirik. Mənim tələbələrə ən çox nümunə kimi göstərdiyim forma budur. Sonsuz sayda yüklədiyim üçün bugün yenidən yükləmək olacağam. Deməli, gəlin belə deyək. Baxın, bu tip çox rəngli, qarışıq formalardan artıq müasir dövrdə istifadə etmirik. Daha sakit, daha səssiz və eyni tonların və yaxud da tamamilə eyni rəngin birləşməsindən olan formalara daha üstünlük veririk. Bu hissədən yükləyin edirik. Baxın, gün ərzində limitimiz 10-dur. Onu keçdikdən sonra ödənişli belə deyim, formata keçir sayt və bunun üçün məsləhətim odur ki, sizə lazım olmayacaq formaları boşuna yükləyib zamanınızı və yerinizi tutmayın. Daha sonra bu hissəyə daxil oluruq. Yüklənmiş olan formanı açırıq. Baxın uşaqlar, JPG faylı dedikdə biz foto olaraq, necə deyim, buna aydınlıq gətiririk. JPG faylı həm telefonlarda, həm də ki, bütün elektronika vasitələrində foto anlayışı qismində başa düşülür. Amma bu hissədə gördüyümüz, baxın, bu hissəni görürüksə, əgər ki, bu ikonu görürüksə, bu deməkdir ki, Illustrator faylıdır və vektor olaraq açılacaq. Bunu xüsusi vurğulayım. İnternetimizi bağlayırıq standart olaraq. Bu hissəyə 2 dəfə tıklayaraq papkanı açırıq. Görürük ki, qarşımızda belə bir panel açıldı. Bu panel açıldıqdan sonra mənə lazım olacaq, tutaq ki, WhatsApp-dırsa və yaxud da belə deyim də Telegram-dırsa və yaxud da necə deyim, YouTube üzərindəndirsə və yaxud da Instagram-dırsa, hansını seçmək istəyirəmsə, shift-i basılı tuturam, eyni anda seçə bilməyim üçün. Və xahiş edirəm, xüsusi diqqət eləyək ki, WhatsApp-ı bu dizaynda seçib, Instagram-ı bu dizaynda seçə bilmərik. Əgər bunun arxa fonu yoxdursa, bunu da arxa fonu olmayacaq şəkildə seçirik. Daha sonra buradan götürə bilərik. Bir də bu detalımızı. Nə demişdik? Ctrl-C vasitəsilə kopyalayırıq. Bizə lazım olacaq papkaya daxil oluruq. Bu hissəni qrupdan çıxardıq. Əsas bu bizə hal-hazırda lazım deyil. Çünki sizə yeni izah verirəm. Ctrl-V edirəm. Kopyaladığım detalları birinci kənarda böyüdüb formaya salmalıyam uşaqlar. Hər üçünü eyni anda seçirəm. Mənə lazım ola biləcək ölçüyə gətirirəm ki, bunları ayrı aralıqda idarə edirəm. Daha sonra bu detalları gətirirəm bura. Baxıram ki, yenə də çox böyükdülər. Bu şəkildə kiçildirəm. WhatsApp tərəfdən gətirirəm. Lazım olacaq ölçüyə gətirirəm. Baxın, tələbələrimin səhvi nədir? Bunu burada indi mənim etdiyim kimi kiçiltdilər. Daha sonra bunları gətirdilər və istəsələr də eyni ölçüyə sala bilmirlər. Ona görə əzizlərim, geri qaytararaq əmri nəzərə alaq ki, hansı ölçüyə salmaq lazımdırsa, hamısını eyni anda xahiş edirəm kiçildək, eyni anda da böyüdək. Buna xüsusi diqqət edək. Bu şəkildə aydındırmı? İndi bunları eyni hizaya gətirmək üçün shift-i basaraq, hər ikisini eyni hizaya gətirmək üçün bu şəkildə seçirik. Niyə qaçdı? Heç bir fikrim yoxdur. Hal-hazırda düşə-düşə gedir. Belə də edə bilərik. Niyəsə qaçır, hal-hazırda anlamış deyiləm. Bir saniyə. Anlamıram ki, burada nə ilə ölçür. Halbuki bunlar eyni hizada olmalıdır. Bunu niyə seçir, onu anlamadım. Nəysə. Baxın, bu xətt o deməkdir ki, hamısı ən üstə yığılır. Yəni, bu hissəyə ən üstə yığılır. Bunu seçməyimiz odur ki, bunlar mərkəzi xətt üzərində yığılır. Hal-hazırda edirəm, olmur. Bu deməkdir ki, hamısı ən aşağıdakı xətt üzərinə yığılır. Bunu edirəm, tamam, başqa yerə çıxır. Bu deməkdir ki, hal-hazırda mənim mətn sahəm çox böyükdür. Ona görə el ola bilər. Sizin də başınıza, mənim başıma gələn hadisə gəlsə, xahiş edirəm, hər üçünü yoxlayın. Yoxladım, olmadı kimi anlayış yoxdur. Illustratorda
qüsur olduğu kimi onun həlli də var. Birincini seçirik, bunları eyni hizaya gətiririk. Daha sonra ölçülər qaçmamağı üçün sağ mausu basıram, hər ikisi seçili halda qrup edirəm. Artıq hər ikisi eyni anda hərəkətə başlayır. Daha sonra burada da eyni qaydada gəlin elə birincini seçək ilk dəqiqələrdən. Daha sonra gətiririk bunları eyni hizaya və qrup edirik. Bu qədər sadə. Hər ikisi qaçmasın deyə shift vasitəsilə qrup etdiyim detalları da eyni anda seçib qrupa salıram. Bu qədər bəsit. Ümid edirəm ki, bu formalarında necə istifadə edilməsi barədə artıq kifayət qədər məlumatınız oldu. Tutaq ki, misal üçün deyirəm, sizə mail lazımdır, amma bu hissədə maili görmürsünüz. O zaman nə edirik? Bura gəlirik, bunu ayrılıqda götürdük. Baxın, ola bilsin ki, bunda olmadı, gəlin bununla eləyək. Bunu da götürüb dəyərləndirə bilərsiniz. Əgər heç bu da yoxdursa, bu şəkildə sağ mausu basaraq ungrup varsa ungrup edirik. Yoxdursa pen tool vasitəsilə bu formanın üzərindən gedərək bunu alırıq. Yəni hər şeyi xahiş eləyirəm, nəzərə alın ki, çarəsi bizim əlimizdədir. Pen toolumuz da var, digər alətlərimiz də var. Hər şeyi biz istifadə edə bilərik. Bugünlük bu dərsimiz də bura kimi.